Əxi, bir şey fikirləşirəm. Ən axırda bunu bizim izləyicilərə o sualı verəcəm. Çox xahiş edirəm. 2-3 gün mənim beynim dağılır, o şeyin cavabını tapa bilmirəm. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Deməli, Balakənin gözü bəbəyi olan Varlılar məhəlləsi deyilir, el arasında bura. Çox gözəl, çox qəşəng 10 sot torpağımız var. Tam mərkəzdə. Torpağımız çox lazımi obyektlərə yaxındır, çox perspektiv yerdə yerləşir. Deməli, birincisi, tam məscidin yaxınlığında, məscidin yanındadır. İkinci, Turan kursudur, elhamdülillah. Üçüncü olarak, düz Nəsil məktəbi yanında, dördüncü olarak Nizami məktəbi yanında və beşinci olarak Poçtu yanında. Hər yerə ideal yaxın bir torpağımız var. Qazı, suyu, işığı, hər bir şey mövcuddur. İçərisində köhnə ev görəcəksiniz. Xahiş edirəm, biz ev satmırıq, torpaq satırıq. Sadəcə sizin içərisində o ev sizə hədiyyə kimi gələcək. Heç kim mənə deməsin ki, o evin o qiyməti olar. Xeyr. Birincisi, burada torpaqların sotu hamıya bəllidir. Bu torpaq işindən anlayışlı olanlar bilir ki, burada torpağın sotu neçədir. Deməli, buranın qiyməti, sotu cəmi 10.000 manat təklif olunur bir sotu. Reallıq olsa qiyməti endirim olacaq. Xahiş edirəm, Allah üçün xahiş edirəm, gəlib bura lağ eləməsin, qoy ala bilənlər. Ala bilənlər bizə yorum yazsın, qiymətə danışsınlar. Və bayaq fikirləşdiyim bir şey var, onu mən sual vermək istəyirəm. Xahiş edirəm, mənə cavab verin. Bir insan anadan gəlmə kardı eşitmir, kardırsa və sizcə o insan hansı dillə düşünür, yəni görəsən? Kardı eşitməyib heç bir dili, hansı dillə düşünür, onu bir də mənə deyin zəhmət olmasa. Selamun aleyküm və rəhmətullah.